Salam, xoş gördük əziz izləyicilər sizləri. Sümrük TV-nin Görünməyən Tərəflər adlı podkastımızda. Bugünkü mövzumuz çox fərqli, bir o qədər vacib və bir o qədər də daha da vacib bir mövzudur. Sual verə bilərsiniz. Nəyə görə Əhməd bəy vacib və daha da vacib sözlərini istifadə edir? Çünki bugünkü mövzumuz əslində cəmiyyətimizin, nəinki Azərbaycan cəmiyyətinin, bütün dünya cəmiyyətinin yaralı nöqtələrindən biridir. Əfsuslar olsun ki, son zamanlar gördüyümüz, eşitdiyimiz, sosial şəbəkələrdən də baxdığımız bir çox bu tip neqativ hallar getdikcə artdığı üçün mən və mənim dəyərli digər komanda üzvlərim biz birlikdə düşündük ki, biz bu mövzunu danışmalıyıq. Bugünkü qonağımız həkim, psixiatr, psixoterapevt, NLP master trener və digər titullarını yenə özü sayacaq. Keçən dəfəki kimi çox uzundur, yadda saxlaya bilmirəm. Elnay Rəhimov Tambovskidir. Mövzu nədir? Hər biriniz üçün maraqlıdır. Əfsuslar olsun ki, son vaxtlar pedofillik həm cəmiyyətimizdə, həm də ki, digər ümumiyyətlə cəmiyyətlərdə, ümumi dünyada get-gedə artır. Sual verə bilərsiniz, nədir pedofillik? Psixiatriyada necə müəyyən olunur? Pedofiliya uşağa qarşı cinsi zorakılıqdırmı? Və bunun kimi digər bütün sualların hər birinin cavabını biz bu günləri Elnay doktorla bərabər cavablandıracaq. Ancaq əziz valideynlər, əziz insanlar, sizə bir şey çatdırmaq istəyirəm ki, pedofillik yetkinlik yaşına çatmamış uşaqlara qarşı davamlı və ya təkrarlanan seksual bir təcavüz formasıdır. Salam Elnay bəy. Necəsiniz? Yaxşıyam, siz necəsiniz? Təşəkkür edirəm. Bax, mən demək olar ki, nədir pedofiliya qarşısını dedim çox qısa və lakanik. Bəli. Ancaq sizin maşallah bitib tükənməyən bu dahiyanə zehninizdə pedofiliya nədir? Ümumiyyətlə DSM-lə ilk öncə danışacağam. Yəni DSM nə deməkdir? İngilis dilində bunu açması Diagnostic and Statistical Management of Mental Disorders. Yəni mental, yəni əqli xəstəliklərin statistik, necə deyirlər, dəyərləndirilməsi. Yəni əslində bu digər dəyərləndirmə üsulları da var. Avropaya görə MK, mən nə bilim neçə deyirlər onu, MK10 deyirlər adətən. Amma DSM daha yaxşı götürülür. Yəni biri də var xəstələrin XBT dediyimiz xəstələrin. Bəli, əsas necə deyirlər, DSM daha götürülür. Yəni DSM 5 xüsusilə, yəni ən sonuncusu. Yəni DSM 5-ə görə, yəni pedofiliya ümumiyyətlə nə deməkdir? İlk öncə onu deyim, bu anormal cinsi davranışlar kateqoriyasına aiddir. Yəni parafili pozuntusudur. Çox üzr istəyirəm, elə sözünüzə qüvvət olur, DSM 5-də buna pedophilic disorder deyirlər. Yəni pedofiliya pozuntusu deyirlər. Yəni mənası nə deməkdir? Pedo, yəni uşaqlara qarşı cinsi istək, filiya, yəni arzulamaq, yəni bu anlamda deməkdir. Bunun üçün ancaq şərtlər olmalıdır, yəni diaqnozu qoymaq üçün. Yəni pedofiliyanın zorakılığını da, zorakılıq deyək də cinsi tacizi törədən adam minimum ən aşağısı 16 yaşında olmalıdır. Amma onun qurbanı isə ən aşağısı ondan 5 yaş kiçik olmalıdır. Yəni bu qoyulan necə deyirlər, necə deyirlər qaydadır, yəni o xəstəliklərin necə deyirlər statistikasında. Və eyni zamanda bu simptomlar ən azından 6 ay müşahidə olunmalıdır ki, belə bir diaqnoz nədir? Qoyulsun, yəni davamlı impulslar, davamlı cinsi sığallamalar, davamlı necə deyirlər, şirin-şirin söz atmalar və axır və s. Amma burada incə bir məqam var, yəni biz birazdan ora gələcəyik. İncə məqamlardan biri nədir? Ki, bu hələ birbaşa özü fizik, yəni cinsi zorakılıq və yaxud da ağır necə deyirlər, zorlama vakası deyildir, yəni hələ. Yəni bunun üçün başqa şərtlər lazımdır. Elə bu sual verəcəkdim. Sırf pedofili olmağını necə şərtləndirmək olar? Sözünüzə qüvvət olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının konstitusiyasına əsasən, elə cinayət məcəlləmizə əsasən 152-ci maddədə yetkinlik yaşına, əsasında 16 yaşına çatmamış şəxslərə seksual, belə deyək də, təcavüz, seksual xarakterli hərəkətlərin edilməsi. Ölkəmizdə də elə bu heç də düzgün qarşılanmır, elə qanunvericiliyimizdə də. Elnay bəy, pedofiliya ilə uşağa qarşı cinsi zorakılığın eyni anlayışdırmı? Yoxsa bunlar
müəyyən dərəcədə bənzəyir, ancaq incə fərqləri var. Ümumiyyətlə belə götürək də, yəni cinsi zorakılığın tərkibində adətən pedofiliya var. Yəni əgər uşaqlara qarşı meyllidirsə, yəni digər qadınlara qarşı yox ha. Yəni uşaqlardan söhbət. Amma burada incə bir məqam var. Biri var ki, pedofiliya sadəcə saf bir halda mövcuddur. Yəni əlavə bir pozuntu yoxdur, məsələn. Məsələn, yoxdur şizofreniya, yoxdur psixopatiya, yoxdur sosiopatiya, yoxdur deyək ki, bizə necədir, ayrıca şəxsiyyət pozuntuları, borderline şəxsiyyət pozuntuları, şizoid şəxsiyyət pozuntusu. Yəni daha ağır patologiyalar, əgər xüsusilə sadomazoxistik meyillilik, yəni cinsi sadomazoxizm meyilliyi də var. Yəni o da ayrıca deyək ki, anormal cinsi davranışlar kateqoriyasına aiddir. Yəni o da əgər yoxdursa, əgər onlar varsa, yəni bu artıq necə deyirlər, təkcə necə deyirlər, cinsi meyillilik deyil. Bu seri qatillər də ola bilər, yəni uşaq necə deyirlər, zorlanıb öldürülə bilər, yəni bədən üzvləri kəsilə bilər, çox ağır xəsarətlər yetirilə bilər və bu sistematik olaraq başqa-başqa zamanlarda edilə bilər. Amma sırf pedofil dedikdə əslində onlar çox qorxaq olurlar. Uşaqları deyək ki, bir konfetlə necə deyirlər, şirnikləndirmək, bir oyuncaqla şirnikləndirmək, yəni çox belə həlim və yumşaq olurlar. Düzdür, ara bir aqressivləşirlər, amma belə bu cür necə deyirlər, səpkidə necə deyirlər, çox zorakılıq olmur yəni. Sadəcə onları elə bir şərait yaradırlar ki, birazdan mən indi onlar haqqında danışacağam. Yəni bir mənalı olaraq qurban necə deyirlər, həmin o necə deyirlər, öz zorakısına belə deyək ki, bağlanmağa başlayır. Belə bir sual vermək istəyirəm. Yəni zaten belə deyək də, izləyicilərimiz də bilir ki, mən özüm də psixoterapevtəm. Bir tanış bir şəxs var idi. Bir dəfə müraciət elədi. Qəbula gəldi. Adamda cinsel obsessiyalar var idi. Valideyninə bildirdim və bildirdim ki, hətta özünün istəyi ilə valideyninə təbii ki, bildirdik bunu. Və bildirdim ki, övladınızdakı cinsel obsessiyalar zamanla pedofiliyaya doğru aparacaq. Və əfsuslar olsun ki, valideynin sərt yanaşması, yox, siz nə danışırsınız, ola bilməz. Öz cəmiyyətdəki şəxsi mənafelərini düşünməklərinə görə əfsuslar olsun ki, həmən uşaq, həmən o gənc, artıq gəncdir, məndən yaşlı, hətta məndən yaşlı, 1 yaş böyükdür. Artıq pedofiliyada, belə deyək də, pozuntusundan əziyyət çəkir, bir pozuntu kimi. Hətta bu yaxınlarda eşitdiyimə görə bununla bağlı ona cinayət işi açıb həbs etdilər. Belə bir sual vermək istəyirəm. Valideynlərə, ümumiyyətlə cəmiyyətimizdəki digər olmasın, ola bilər ki, ata-ana diqqət yetirmir. O bir söz var, deyir, meymun balasını oxşuyur, deyir, nə gözəl balam var məsələsi. Amma biz meymuna yer gələn çirkin deyirik. Yəni valideynlər bir çox hallarda öz övladlarına tüylər demişəm, toz qondura bilmir. Yəni istəmirlər ki, onların hansısa bir xəstəliyini görsünlər. Bəs valideynlər görməsə də digər yaxınlarımız, yaxud biz özümüz hansı hərəkətlərdən, hansı düşüncə tərzindən, hansı danışıq tərzindən, yaxud da ki, hansı, necə deyirlər, simptomlardan, əlamətlərdən anlaya bilər ki, qarşımızdakı pedofildir, yaxud da pedofil pozuntudan əziyyət çəkir və yaxud da ki, cinsel obsessiyaları da var. Bax, burada mən təəssüflər olsun ki, deyəcəm ki, anlamaq olmur çox vaxt. Çox təəssüflər olsun. Gizli gedir. Nəyə görə gizli gedir? Çünki saf halda insan pedofil olanda bu zoraki kimi olmur, yəni. Yəni, çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, uşağın babası da bu rolda ola bilər. Bəli. Bizə gülməli gəlir, deyir, bu yekə kişidir, bu ağsaqqal kişidir, bu belə şeylər eləməz. Uşağın, məsələn, əmisi ola bilər, əmisi oğlu ola bilər, ögey atası ola bilər ki, ən çox necə deyirlər, onlarda müşahidə olunur. İndi sual versələr ki, bu qadınlarda daha çox olur, yoxsa kişilərdə, qadın pedofillər də var. Yəni, mənim 36 yaşında müəllimə Amerika Birləşmiş Ştatlarında 16 yaşında uşaqla münasibət yaşadığına görə onu həbs elədilər. Faktiki olaraq, işdən azad elədilər. Amma onu xatırladım ki, ümumiyyətlə, anormal cinsi davranışlar, yəni faiz etibarilə kişilərdə daha çoxdur. Yəni, bunu biz həmişə belə görmüşük. Belə bir sual verə bilərəm. Məsəl üçün, nümunə deyəcəm. 50 yaşındakı bir qadın
30 yaşındakı bir kişi ilə cinsel münasibət yaşayırsa, Xeyr. pedofiliya deyil. Çünki minimum necə deyirlər, siz necədir? Onu törədən adam 15-16 yaşında olmalıdır. Üstəlik də minimum yaş fərqi 5 yaş olmalıdır. Yəni onun üçün elə bir kriteriyalar var. Məsələn, şimdi adamın 18 yaşı varsa, Bəli. artıq. Yəni bu lap 60 yaşında adamla münasibətə yaşayanda bu pedofiliya sayılmır. 18-dən aşağıdırsa, daha doğrusu 16 və ondan aşağıdırsa, artıq sayılır artıq. Yəni. Onda belə çıxır ki, 50 yaşındakı bir kişi 17 yaşındakı qız uşağı ilə cinsel yaşayırsa, pedofiliya. Əslində burada siz necədir? Burada biraz boşluqda var belə baxanda. Yəni onu qeyd eləmək istəyirəm. Yəni boşluq yəni nədir? Yəni rəqəmə görə, statistikaya görə deyirlər ki, 16 yaş olmalıdır minimum, amma əslində hardasa o da ona yaxın olduğuna görə 18 yaşa çatmadığına demək olar ki, yəni siz necədir? Çünki meyl eyni meyldir, yəni başa düşürsən? Yəni artıq çox yaş fərq var. İndi qanun məsəl üçün qoyulur belə. İndi həyatda кейslər var da, yəni vəziyyətlər var. Hər zaman necələr o qanunla necələr uyğunlaşmır. İndi mən söhbət eləyəcəm ki, məsəl üçün necə olur ki, məsələn insanın yaxınları evdə yaxın bir uşaq olanda, məsələn, babadır nəvəsini necə deyirlər, manipulyasiya edir, bunu cinsel taciz edir. Necə? Aha. Bax, burada onu xatırladım ki, yəni əsas mövzumuz, bizim əsas ana mövzumuz budur, valideynlər buna diqqət eləməlidirlər. Bunu yadda saxlayın ki, ailədə nə qədər narsistik yanaşma varsa uşağa qarşı, yəni uşağa sərhədləri necə deyirlər, öyrədilmir. Uşağa necə deyirlər, cinsi tərbiyə verilmir, uşağa heç nə başa salınmır, heç nə demək olar ki, icazə verilmir. Yəni, bir sözdən uşağa şəxsiyyət olaraq hörmət olunmur. Bir söz deyəndə, əşi deyir, səndən bir şey çıxmaz, başlama, sənə nə deyirlər onu elə, bu filan şey sənlik deyil, nə bilim nə. Bu tip uşaq böyüdüləndə, təəssüflər olsun ki, onun pedofilin qurbanına çevrilmə şansı daha böyükdür. Pedofillər özdə bicdirlər. Birinci tip manipulyasiya nədir, məsələn? Məsələn, deyək ki, bir əmi oğludur, əmi oğlunun deyək ki, 25 yaşı var, bir də ki, 8 yaşında oğlan uşağıdır, məsəl üçün, yaxınlaşır ona. Deyir ki, sən bilirsən necə deyirlər, sən əsr kişisən necə deyirlər. Səndə bilirsən nə güclü qabiliyyət var, potensial var. Al bir dənə bu siqaretdən götür çək. Ümumiyyətlə, az yaşlı uşaqların ümumiyyətlə ən böyük istəyi nədir? Bir şəxsiyyət olaraq görünməkdir. Yəni, hörmət olunmaqdır. Uşaq istəyən böyüksə böyümək. Yəni, böyüməkdir, bəli. Mən siqareti çəkdim, özümü böyük. Gəl gedək, sənə qardaşın səni aparsın diskotekaya. Aparır uşağı hətta diskotekaya. Gəl bir dənə də bu araqdan vur belə baxanda. Uşağın artıq nə olur? Özgüvəni başlayır qalxmağa. Tavan yapır. Uşaq artıq ilk dəfə olaraq özünü yanlış olsa da anlaşılan hiss edir. Evdə axı bunu necə deyirlər, bir adam yerinə qoymayıblar axı. Nə deyiblər elə ağzının üzərindən vururlar, sən danışma, sən nə bilim, duyğularını ifadə eləmə, əsəbləşsən necə deyirlər, səni döyəcəm, nə bilim, ağlasan necə deyirlər, səni cəzalandıracam. Yəni, heç evdə ümumiyyətlə, yəni uşağa dəyər verilməyən bir yerdə birdən biri çıxır, elə bir ki, xilaskar gəlir, supermen gəlir birdən-birə. Sən özəl bir adamsan, məsələn. Sonra nə baş verir? Sonra seksual necə deyirlər, yavaş-yavaş yaxınlaşma başlayır. Sığallama, öpmək, nə bilim nə. Adam da başa düşmür. Yəni, uşaq da başa düşmür ki, bu nə olan şeydir. Başa düşməyəndə, dirənc göstərəndə nə olur bilsən? Deyirəm, mən elə bildim, sən kişisən. Sən böyüksən sən. Sən necə də belə şeyləri, bu əslində bu yaxşı bir şeydir əslində. Yəni, böyük adam bunu da öyrənməlidir. Yəni, onu götürür, bağlayır o birisinə. Və nəticədə neyinir? Bir anlamda onunla qurban arasında da bağlılıq yaranır. Hələ bu səssiz gedir. Sonra gəlir ikinci manipulyasiya tipinə. Hədiyyələr almaq. Heç nə, əmi oğludur. Bu sadəcə bir misal, bu baba da ola bilər. Yəni ki, 25 yaşında əmi oğlu, 8 yaşında uşağa gəlir, birdən-birə velosiped alır. Heç evdə hansı ki, onu sayıb necədə onu alan yoxdur. Ya ki, bir necələr maşın oyuncaq alır, məsəl üçün. Bu, başqa şey alır. Hər zaman belədir, yoxsa? Yox, mən demirəm, hər kəsdə belə. Yəni, hər bir pedofil necələr müəyyən bir manipulyasiya elə bir ki, taktikasını seçir. İnsanlar yanlış anlayır ki, filan kəs mənim uşağıma hədiyyə aldı, niyyəti birdən bu olardı. Yəni, yox, hökmən deyil, amma o demək deyil, yəni hər hədiyyə alan belədir. Bu şeylər sistematik baş verir. Yəni, mən mexanizmini izah edirəm. Və sonra yenə yaxınlaşır, deyək ki, məsəl üçün. Bu zamanda nə olur? Uşaq atqaz edəndə nə olur? Yəni, geri çəkəndə ki, bu boyda şeylər eləmişəm, sənin üçün velosiped aldım. Heç evdə necə deyirlər, sənə bunu alan yoxdur. Sənin üçün necə deyirlər, maşın aldım.
sənin üçün oyuncaq aldım. Evdə səni sayan yoxdur. Yəni günahkarlıq duyğusu hiss elətdirir. Və o da elə bir ki, minnətli olur. Ondan sonra deyir ki, əslində bu yaxşı bir şeydir. Belə baxanda. Sonra bir başqa manipulyasiya, empatiya. Empatiyası olmayan ailə uşaq nəyə ehtiyac duyur? Anlaşılmağa ehtiyac duyur da, düzdürmü? Bəli. Qayıdır deyir ki, dərslərindən 2 almısan, səni danlayıblar, eləmi? O da deyir ki, hə, evdə məni vurublar. Valideynlərin səni başa düşmürlər. Da bilmirlər ki, yəni sən insansan, sən də 2 ala bilərsən. Gələn dəfə daha yaxşı oxuyub, daha yaxşı qiymət alacağına mən inanıram. Mən səni başa düşürəm. Yəni, bir sözdən elə bir ki, empatiya əlaqəsi onunla quraraq, onu özünə bağlamağa çalışır. Şəxsiyyət olaraq nə edir? Bəli. Qəbul edəndən sonra onu anladığını ona göstərir. İlk dəfə uşaq anlaşılır belə baxanda. Sonra nə baş verir? Yenə bir necə deyirlər, seksual necə deyirlər, epizod baş verir. Bu dəfə daha elə bir ki, məsəl üçün, geniş şəkildə baş verir. İndi onu tam açıqlamıram, yəni ki, orada nələr baş verir. Bir digəri də, məsələn, uşaq əgər, yəni o halda kiməsə xəbər vermək istəyəndə ki, bu nəsə burada yolunda getmir, qayıdır deyir ki, bəs sən məni məcbur elədin buna. Narsistik tipində. Sən məni şirinlikləndirdin, mən necə deyirlər, ona görə belə elədim. Sən qeyib başqalarına desən necə deyirlər, mən deyəcəm ki, sən birinci bunu başlatdın. Sən özün istədin. Sən özün istədin. Bax, bu fonda səncə o yazıq uşaq necə səsini çıxartsın, geçsin atasına, anasına, desin ki, belə bir şey var. Bilməyib, illərlə təcavüz olmaq. Bəli, və bu da heç təcavüz də deyil, bəzən. Seksual istismardır. Yəni, ondan da. Yəni, əslində biz necə, bu hələ saf pedofiliyadan biz danışırıq. Hələ biz mən onun başqa xəstəliklərlə qarışmış, ağırlaşmış formalarını demirəm. Orada zaten məlum məsələdir nədir? Zorlanma, öldürülmə, bastırılma, üzvlərin kəsilməsi, yandırılma. Biz bunu necə deyək, dəfələrlə biz bundan şahid olmuşuq hamısında. Və indi burada belə bir sual çıxır. Çıxış yolu nədir? Nədir? Çıxış yolu uşaqlara necə cinsi sərhədləri öyrətməkdir. Yəni valideyn, ata-ana. Baxın, burada qadınlarda yenə bu yaxşıdır. Qadınlarda yenə bu yaxşıdır. Yəni bizim cəmiyyətdə bilirik də biz uşaqlara necə davranırlar. Uşaq, oğlan uşağa doğuldu, lümbələm-lüb otuzdururlar uşağa da, bu da mənim oğlum. Hər şeyi görsənir. Bu düzgündürmü bu şey? Düz qadını yenə elə otuzdurmurlar. Doğrudur. Yəni uşağın cinsi orqanı ilə alay eləyirlər. Yəni onu bir fəxr sayırlar. Başa düşürsünüzmü? Yəni uşaq ümumiyyətlə köməksiz vəziyyətdə qalanda ona sərhədləri öyrətməyəndə əslində valideyn də özü bilmədən necə deyirlər, onlarda o siqnal sistemini inkişaf elətdirmir. Amma halbuki valideyn başa salmalıdır ki, yəni heç bir tanış adam sənin necə deyirlər məhrəm yerləri, heç bir tanış olmayan adam, hətta mən belə heç kim sənin məhrəm yerlərinə toxuna bilməz. Olan və olmayan hamısı. Bəli, hamısı. O siqnal sistemini valideynlər necə öyrətməlidir? Bu şəkildə oturub söhbət eləməlidir. Adətən neçə yaşdan sonra olur? Bəli. 5 yaşından sonra, 5 yaş və ondan sonra. Yəni uşaq necə deyirlər müəyyən bir yaşa çatır. Deyir ki, bax, filan adam gəlir, ha, qoyma necə də sənə, necə də filan yerinə toxunsun, filan yerindən öpsün. Uşaqda siqnal sistemi inkişaf edir. Bəs bu bir növ uşağı həm də vaxtından tez oyatmağa Xeyr, o tamamilə yalan söhbətdir. Yəni uşaq deməz ki, məsələn də bəzən deyirlər axı dırnaqarası mütəxəssislər və bizim cəmiyyət ki, yox, elə eləsə uşaq tez cinsəlliyə meyl olur və s. Sizə bir fakt deyim də. Buyurun, mən bilirəm. Valideyn uşağa deyir ki, tanımadığın adama yaxınlaşma küçədə. Bəli. Və yaxud tanımadığın adamın maşınından minmə. Bəli. Bunu nəyə görə deyir? Bilir ki, təhlükə ola bilər də. Bəli. Yəni uşaqda ümumiyyətlə siqnalizasiya sistemi quraşdırmaq lazımdır. Yəni hələ uşaq vaxtından sərhədlərin nə olduğunu bilməlidir belə baxanda. Yəni uşağa tapşırmaq lazımdır ki, icazə vermək kimsə səni öpsün hətta. Yəni bizdə məsəl üçün bilirəm, indi bizim insanların niyyətləri çoxsunun yaxşıdır. Uşaq deyir ki, şirindir. Mən yanağını dişləmək istəyirəm, öpmək istəyirəm. Yəni bizim millətdə yəni bu əslində çoxsu insanların yəni bu xoş niyyətindən gəlir. Amma bizə necə xoş niyyət uğruna bizə necədir? Artıq uşaqlar da təhlükəyə düşür yəni. Mən sizə maraqlı budur məsələ. Öz həyat təcrübəmdən bir praktika danışmaq istəyirəm. Bir
belə deyək ki, case danışmaq istəyirəm, praktika deməyək. 2017-ci ildə ilk dəfə Polşa Respublikasının Rzeszów şəhərinə ezam olunanda yəni bilirsiniz də mən uşaqlarda çox istəyirəm. Hələ o topluş uşaqlardan, vəbşim özüm də arıq olduğuma görə o qədər də sayılmaz. O qədər də sayılmaz bəli. Yəni uşaqlarla oynamağı sevirəm. Yəni uşaq həvəskarıyam. Onlarla oynayım, hərəkətlər eləyək, pişik olaq, dovşan olaq, it olaq, beləsinə qarşı oynayaq, gizlən paç oynayaq və sair ilə. Mən Rzeszówda olarkən bir qoca nənə Kalyaskada öz nəvəsini gəzdirdi. Bir oğlan uşağı təsəvvür ki, topmuş, o deri kalbasa kimi qolları var, belə. Şirin olur da. Bəli, biz niyyətimiz yaxşıdır bizim, aydın məsələdir. Yəni sizin sözünüzə qüvvət olaraq biz Azərbaycan cəmiyyətində əslində bir o qədər də yoxdur bu şeylər. Çox azdır. Çox az demək azdır. Bizdə necədir? Uşaq sevəliyirik, onunla oynayırıq. Qeyri-ixtiyari olaraq mən də 17 yaşım var. Yəni özüm də bir uşağam, yeniyetməyəm hələ. Yaxınlaşdım, oynadım, gördüm arvad mənə belə baxır. Tərs-tərs baxır. Tərs-tərs baxır. Mən bunu niyyətim saf bir haldadır və polyakça sual verdim ki, mənə nə üçün belə baxırsınız? Qadın mən polyakça bildiyimi başa gördü. Yəni başladı polyakça məni izah eləməyə ki, sən haralısan? Dedim, mən Azərbaycanlıyam. Dedi, şərq ölkələrində bu normaldır. Qərb ölkələrində ən azından heç olmasa anlayışla anlayış göstərdi. Polisə verməyib. Bəli. Anlayış göstərdi və mənə izah elədi ki, oğlum, Qərb ölkələrində bunu eləmə. Çünki Avropada və digər qərb ölkələrində bu yanlış anlaşılır. Üstəlik də çox, yəni bu xəstəlikdən çox əziyyət çəkdiyinə görə, yəni bəli. Mən sual verdim, nə var ki, burada mən uşaqla oynadım, əlini öpdüm, güldürdüm onu. Dedi, burada pedofiliya kimi. Mən ilk dəfə pedofiliya sözünü eşitmişdim, amma necə deyək, onunla üzləşmək, qarşı-qarşıya durmaq ilk dəfə o zaman yaşadım. Və həmən ərəfədən, yəni artıq bir 10 il bundan öncədən danışıram mən sizə. Onda böyük bir araşdırma apardım. Pedofiliya haqqında, digər cinsi belə deyək, pozuntular haqqında. İndi belə bir sual da vermək istəyirəm. Yaş psixologiyasında biz deyirik ki, uşaqlar inkişaf elədikcə oral, anal, genital bölgələrindən inkişaf edir. Yəni, məsələn, anasının döşünü əmir, oral olaraq və s. ilaxır. Məsələn, biz psixoloqlar bir çox hallarda deyirik ki, əziz analar, əziz valideynlər, övladlarınızın məsələn də indi altını batırıb yuyanda bəzən analar oğlan uşağını o qədər yuyur, popasını, poparasını, anal bölgələrini, cinsel bölgəni, yaxud da qızlarını. Bunu çox eləməyin, çünki orada hisslərini oyada bilərsiniz, düşüncələrini oyada bilərsiniz. İndi bir sual verim. Uşaq yaşından cinsi azlığa meyilli, cinsi azlıq deməyək də, yəni buna, yəni gender psixologiyasına görə geçək. Məsələn də homoseksuallığa meyilliyi olan, yəni pasiv şəkildə homoseksuallığa meyilliyi olan uşaq yaşlarından bir uşağı qarşı törədilən hər hansısa bir zorakı, cinsel istismarın özü də pedofiliya sayılırmı? Sayılır, fərqi yoxdur. O uşağın öz istəkli olsa da belə. Fərqi yoxdur. Baxın, necədir vəziyyət? Ümumiyyətlə, pedofiliya da saxla, heteroseksual da ola bilər. Bəli. Homoseksual da ola bilər. Biseksual da ola bilər. Biseksual da ola bilər. Bir trans da ola bilər. Yəni pedofiliya, sən necədir? O orientasiyaya aidiyyəti yoxdur onun. Bəli. Yəni pedofiliyada tərif bəllidir, yəni. Az yaşlı uşaqlara, istər qadın, istər kişi, istər trans, kim olursa olsun, onlara qarşı necədirlər istək, yəni. Yəni bu həqiqətən də, yəni mən yenə o məsələyə qayıtmaq istəyirəm, yəni sərhəd məsələsinə. Sərhəd məsələsi uşaqlara qoyulanda ki, sənin mərhəm yerlərinə toxunmaq olmaz. Artıq uşaqlarda alarm sistemini aktiv vəziyyətə gətirirsən. Elə bir şey kimsə eləsə, sırası uşaq qışqıra-qışqıra gedir anasına xəbər verir. Vəssalam, yəni bunları qabaqcadan xəbərdarlıq eləmək lazımdır. Bir sual vermək istəyirəm, Yanay doktor sizə. Son 2 sualımız. Pedofilliyin yaranmasının sosial, psixoloji və fizioloji səbəbləri nədir? Ümumiyyətlə, tam səbəbləri hələ, necə deyirlər, aydınlaşdırılmayıb, amma praktikaya əsasən, yəni, praktikaya əsasən, yəni çox insanlar, vakalar dinlənilir də. Bəli. Daha çox pedofil kimdən olur? Əvvəlcədən necə özləri zorakılığa məruz qalmış adamlar. Yəni, öc almaq kimi. Demək olmaz ki, tam olaraq o öc almaqdır. Yəni, məsəl üçün, bir psixopat tərəfindən zorlanan, məsəl üçün, bir necə deyirlər, ögey ata tərəfindən necə zorlanan, yəni,
daha elə bil ki, ağır necə deyirlər, psixoloji vəziyyətə necə düşmüş adamlarda müşahidə olunur. Yəni onların özləri də necə deyirlər, böyüyəndə çox pedofil var. Bu 100% belədirmi? Yəni demək olmaz ki, yəni bu 100% belədir, yəni. Yəni konkret necə deyirlər, orada meyar yoxdur ki, bu travmadan sonra bu olur. Ümumiyyətlə psixologiyada, yəni mənim məşğul olduğum Eriksoncu psixoterapiyaya görə də bu belədir. Yəni səbəblər necə deyirlər o qədər önəmli deyil. Əsas odur ki, bu problem var, bunu aradan qaldırmaq lazımdır. Aradan qaldırmaq üçün hansı metodlardan istifadə edirlər? Aradan qaldırmaq. İndi sual olunur ki, pedofiliya müalicə olunur. Bəli. Təəssüflər olsun ki, yox. Bütün anormal cinsi davranışlarda müalicəyə nail olunur. Amma bunun hələ ki necə deyirlər müalicəsi yoxdur, təəssüflər olsun. Bunları ancaq islah eləmək lazımdır. Bəs yaxşı. Son olaraq yenə bir sual verəcəm. Elnay doktor, siz nə məsləhət görürsünüz? Məsələn, cəmiyyətimizdə həm hüquq mühafizə orqanlarına, həm də ki, digər şəxslərə nə məsləhət görərdiniz bu pedofiliya ilə bağlı? Hansı addımdan atılması daha doğru olar? Addımlar yəni çox sərt atılmalıdır. Yəni düzdür, indi bəzi insanlar qınayacaq deyəcək, bu adam xəstədir də. Amma xəstə olması zorakılığa bəraət qazandırmır ki. İndi xəstədir, getsin necə də cəmaatı bədbəxt eləsin. Yəni şizofreniya deyənə onu biz buraxaq necə deyirlər, getsin necə deyirlər, o Əhməd Əhmədov vakasında biz bilirdik də nədir. Düzdür, adlar, familiyalar oxşardır. Zamanında hətta dostum zəng eləmiş, sən hardasan? O da Əhmədovdur, mən də Əhmədov. Maraqlı bir tendensiya. Marağa, yəni mənlə çox adam biraz da qaratdım. Yəni o adamın şizofreniyadan əziyyət çəkdiyi bəlli idi, yəni. Yəni 5 nəfərin necə də həyatına qıydı. Yəni o xəstədir deyənə, bu yazıq deyən neyə indi onu buraxaq getsin yenə qırsın. Bəli, doğrudur. Yəni mən hətta deyərdim ki, yəni bu pedofiliyanın seksual zorakılıqla necə deyirlər birləşməsi, daha ağır formaları mən düşünərdim ki, edam cəzasını mən burada tərəfdarıyam. Çünki çox təhlükəlidir. Zamanında bizim ulu öndərimiz cənab Heydər Əliyev edam cəzasını ömürlük cəza çəkmə, yəni xüsusi belə deyək də cəza çəkmə məntəqələrində cəzanın çəkilməsi ilə dəyişdiribdir. Yəni ona görə Azərbaycanda bu edam cəzası yoxdur. Bu digər, məsələn, İranda və digər ölkələrdə var. Belə deyək ki, yəni xüsusi istisnai hal kimi. Bəli, bəli. Yəni. Son olaraq belə bir sual verib, belə deyək də, podkastımızı yekunlaşdırmaq istəyirəm. Elnay doktor, pedofilliyin görünməyən tərəfləri nədir? Və pedofilin cinsi istismarına məruz qalmış uşağın, yaxud da ki, bir yeniyetmənin, kiminsə görünməyən tərəfləri. Fonda gedən proseslər. Görünməyən tərəfləri daha çox orientasiya dəyişikliyinə səbəb olur. Zorakılığın, necə deyirlər, qurbanı olan adamlarda. Biz deyirik, normalda insan, necə deyirlər, homoseksuallığı adətən özünü bildim biləli hiss edir də. Bu 18 yaşından əvvəl baş verir adətən. Amma bir də görsən, normal gələr, birdən 25 yaşdan sonra başlayır, necə deyirlər, trans olmağa. Yəni, belə baxanda. Yəni, bu, necə deyirlər, demirəm ki, %100 bununla əlaqədərdir. Yəni, bunun xüsusi tutarlı bir elmi dəlil yoxdur. Yəni, onu da qeyd eləməliyəm. Bəli. Amma daha çox görülənlər bunlardır. Yəni, praktik olaraq biz bunları görürük. Yəni, praktik olaraq biz görürük ki, yəni, bu cür zorakılığa məruz qalan adamlar sonda, necə deyirlər, onlarda psixoloji cəhətdən artıq bizə necədir? Yəni, orientasiya dəyişikliyi olur. Yəni, ola bilir, yəni. Və belə, əziz dostlar, bir podkastımızın da belə sonuna gəldik. Bütün dəyərli məlumatlarınız üçün bizləri və bizim əziz və dəyərli izləyicilərimizi maarifləndirdiyiniz üçün Elnay doktor sizə təşəkkür edirik. Çox sağ olun, minnətdaram. Var olasınız. Sağ olun. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritüalizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.